Ona görə deyirlər ki, Kərbəlanın əsl mahiyyətini, həqiqətini İmam Zaman bilir. Kərbəlada elə sözlər var, həqiqətən də adam fikirləşir ki, kaş bir məsum imam sağ olaydı, gedəydim, oturaydım onun yanında, rozəni oxuyaydı mənə. Çün imamın da gərək rozəsini imam oxuyada. Necə namazın, quslun gərək imam qıla, imam verə, necə sözünü, hərəkətini imam gərək mənalandıra, elə rozəsini də gərək imam oxuya. Allah nəsib eləyə, İmam Zaman gələ, İmam Hüseyin ağanın rozəsini oxuya, sən mən eşidək o rozəni ki, Kərbəlada nələr oldu, nələr dedi, nələr baş verdi. Biz elə ümumi tarixi hadisələrdir bilirik, amma bunlar bilirlər bir də Cənab-ı Zeynəb bilirdi ki, Kərbəlanın həqiqəti nədir. Çünki Cənab-ı Zeynəbin də məqamı balaca məqam deyildi. Elə ki, gəldi, çatdı qətligaha, dedi, o başsız bədəni görəndə dedi, Rəbbənə təqəbbəl minnə hazəl qurban, ilahi, bu qurbanlığı bizdən qəbul elə. Bu qurbanlığı bizdən qəbul elə. Bu sözü Həzrət İbrahim Peyğəmbər deyib, Kəbəni bina eləyəndə, qutarandan sonra dedi, Rəbbənə təqəbbəl minnə, ilahi, oğlum İsmaillə burada qan tər töşdük, burada palçıq qarışdırdıq, daşı daş üstünə qoyub sənin evi bina elədik. Qutarandan sonra Həzrət İbrahim Peyğəmbər Quranda duasıdır ki, ilahi, təqəbbəl minna, bizdən qəbul elə. Həmin o İbrahim, Həzrət İbrahimin duasın Həzrəti Cənab-ı Zeynəb eləyib qətligahda başsız bədəni görəndə. Yəni, xanım Zeynəb demək istəyir ki, biz də burada qan tər tökdük. Həzrəti İbrahim ancaq tər tökmüşdü, biz də qanımızı tökdük burada. Qolumuzu verdik, başımızı verdik. Allah qəbul elə. Necə Həzrəti İbrahim sənin ev tikdi, biz də sənin həqiqət binavı inşa elədik, ilahi. Kərbəla bir məktəbdir ki, o məktəbi Kərbəla şəhidləri başda İmam Hüseyin ağa olmaqla inşa elədilər. Məktəbin dərsi olar, məktəbin müəllimi, ustadı olar, məktəbin kitabı olar. Elə belə deyil bunlar. O məktəbin kitabını, dərsin deyən də elə gərək məsumlar ola, xanım Zeynəb kimi insanlar ola. Ona görə xanım Zeynəb Yezid məluna deyirdi ki, nə istəyin var elə. Nə planın var həyata keçirdi. Amma bilginən ki, bizim xatirəmizi silə bilməyəcəksən. Niyə? Çünki xanım Zeynəb özü də bilirdi ki, Kərbəlanın həqiqəti, İmam Hüseynin həqiqəti Qur'ana bərabərdir. O canlı Qur'andır. Qur'anı aradan aparmaq olar? Mümkün deyil. Eyni ilə bax, Qur'anla da mübarizə aparıblar tarixən, aradan apara bilməyiblər. İmam Hüseyinlə də tarixən mübarizə aparıblar, aradan apara bilməyiblər. Niyə görə? Fikirləşsən ki, bunların həqiqətləri eynidir. Əgər bu, o həqiqətdə olmasaydı, bunu çoxdan aradan aparmışdılar. Ya zəif olsaydı, çoxdan aradan aparmışdılar. Deməli, necə Qur'anın mənaların başa düşməkdən ötürü paçlıq lazımdır. Quran nə buyurur? La yəməssuhu illəl mutahharun. Ancaq paçlar toxuna bilər Qur'ana. Necə paçlıq lazımdır Qur'anın mənasını başa düşməkdən ötürü, hər yoldan keçən Qur'anın mənasını verə bilməz. Sırf təkcə elm də kifayət eləmir. Paçlıq lazımdır, mənəvi, ruhani paçlıq olmasa, Qur'anın həqiqətinə adam toxuna bilməz. O incə mənaları adam əxz eləyə bilməz.